Pasientimiz Şahanə xanım bir il öncə müraciət etmişdi Ucar rayonundan. Bir çox problemləri vardı. Onurğası ilə, dizləri ilə, boyun fəqərələri ilə bağlı, bel fəqərələri ilə bağlı, başı ilə bağlı, yuxusu ilə, yaddaşı ilə bağlı və beyin qan dövranı pozğunluğu ilə bağlı. Şahanə xanım iynəsiz, dərmansız aparatların köməyi ilə yüksək səviyyəli müalicə götürür və müalicə effektini əldə etdiyinə görə təkrar bir ildən sonra ikinci kurs bizə bir də müraciət edibdir. İndi Şahanə xanım özü fikrini söyləyəcək. Mən Ucar rayonundan gəlmişəm. Bir il bundan qabaq burada aparatlarla müalicə götürdüm. Mən çox kömək elədi, effekti oldu. İndi artıq bir il keçib üstündən yenə görüm narahatam. Ona görə yenə gəlmişəm aparatlarla müalicə elətdirim. İynəsiz, dərmansız müalicə. Bundan yaxşı nə ola bilər? Heç nə. Məsləhətiniz bizim pasientlərə sizi kimi ayağında, dizində, kimin narahatçılığı var, buyurub gəlsin Milan Hospitala. Çox sağ olun. Vəfa Əhmədovanın yanına. Çox sağ olun. Klinikanın rəhbəri Xuraman xanıma təşəkkür edirəm və Vəfa Əhmədovaya. Çox böyük hörmətim var. Biz də müdiriyyətimizə çox-çox təşəkkür edirik ki, bu cür gözəl şərait yaradıb, gözəl müasir aparatlar gətiriblər ki, bu aparatların köməyi də insanlar faydalanırlar. Onurğasına görə, diz oynaqlarına görə, başına görə, yuxusuna, əsəbinə, yaddaşına və hər bir sahə üzrə öz müalicələrini yüksək səviyyədə iynəsiz, dərmansız götürürlər.